Mən Ağsurayon Gegəz kənd sakini Əzizov Cavanşir Əlişoğlu. Mən sosial şəbəkələrdə bu Şamaxı Metsun klinikası haqqında eşitmişdim. Belə mənim nəvəm 7 yaşı var, serebral eflejdən əziyyət çəkir. Onun müalicəsi üçün Bakıda çox əziyyətlər çəkmişik. Yəni o yüksək səviyyəli təhsilli həkimlərin çoxu Bakıda cəmləşib və onlarda o qədər olmadığına görə məcbur idik ora gedək. Amma bu Şamaxı Metsan klinikasının açılandan sonra bura yüksək təhsilli həkimlər cəlb olunur. Burada gözəl şərait var, cəmaət üçün, xəstələr üçün. Şəxsən mən çox yerlərdə olmuşam, istər özəl klinikalarda, istər dövlət xəstəxanalarında. Yəni buranın şəraiti özü elə bir şəfa ocağıdır. Elə bir ki, xəstə ilkin bura daxil olanda hələ müalicə götürməmiş, çox gözəl özünü hiss eləyir. Personal çox qəşəng qəbul eləyir. Burada hər şərait yaradılıb bu uşağın müalicəsi üçün. İndi inşallah davamlı olaraq inşallah burada müalicə olunacaq. Mən Allah bütün xəstələrə şəfa versin, bir ağsaqqal kimi, bir xəstə sahibi kimi ehtiyacı olanları, xəstəlikdən əziyyət çəkənləri bu klinikaya dəvət edirəm. İnşallah Allah bütün xəstələrə şəfa versin. Allah buranı da yaradıb, düzüb, qoşub, ortaya çıxardan insanların ruzusunu bol eləsin, canı salamat eləsin, qazancları xeyrə qismət eləsin. Ay ağsaqqal, ay dayım, çox sağ ol. Nə yaxşı ki, siz bu videonu çəkdiniz, göndərdiniz. İndi mən İskəndər bəyə deyəcəm ki, niyə bayaqdan mənə fizioterapiya ilə bağlı bu cür şərait olmasından danışmırsınız? Çünki bölgələrdə çətindir fizioterapevt güclü tapma, bu şəraiti qurmaq, yaratma. Hələ-hələ qayğıya ehtiyacı olan bir uşağı gətirir və bu qədər ağız doludan. Mən yenə deyirəm, mən sizə çox təşəkkür edirəm. Yaxşı ki, siz bu mövzuya toxundunuz. Bəlkə ətrafda yaşayan nə qədər insanın ehtiyacı vardı, buna bilmirdilər harda var. Metsanda var. Şamaxıdakı Metsanda bütün bu imkanlar var. Siz bizə zəhmət olmasa danışın fizioterapiya bölməsilə bağlı. Hastamıza teşekkür ediyoruz. Mən də çox təşəkkür edirəm. Gerçekten donanımlı altyapımız nasıl az önce söylediğim gibi Türkiye'de, Avrupa'da, Amerika'da hangi cihazlar varsa bizde de aynı sistemler mevcut. Hastalar hiç Bakü'ye gidip eziyet çekmelerine gerek kalmıyor. Şamaxı'da ya da etraf reyonlarda rahatlıkla Şamaxı'ya gelerek bizde hizmet alıyorlar. Yaşlı hastalara, öncelikli hasta gruplarına öncelik veriyoruz fizyoterapiyada ve icbari tıbbi sigortalı da bunu vurgulamak istiyorum. Burada geçerlidir. Evet, geçerli. Ay, ne güzel. Direkt gelebilirler ve hizmet alabilirler bizden. Başqa hansı sahələrdə icbari tibbi sığorta keçərlidir? İnsanlar bilsinlər və müraciət etsinlər Bütün mütləq. hizmetlerimizde icbari tıbbi sigorta geçerli. Bütün xidmətlər. Evet. Ay bu nə gözəl. Siz bunları mən demək olar hər gün vurğulayacağam. Çünki yenə deyirəm, qoyun bizim bölgədə yaşayan insanlarımız da dövlətin təqdim etdiyi bu xidmətdən, bu rahatlıqdan yararlansınlar. Metsana gəlsəniz siz, bütün xidmətlərdə icbari tibbi sığorta var və biz Metsanla çox sıx əməkdaşlıq edəcəyik. Yenə deyirəm, mənim üçün bu görüntüləri görmək biraz da başucalığıdır. Çünki bilirəm ki, bölgəmiz üçün mən orada bu otaqları görməmişdim. O zaman belə edək, mən növbəti həftə gələcəm Metsana. Bir Şamaxıya səfərim var, ailəlikcə gələcək, amma mən orada zaman tapacağım, mütləq gələcəm. Çünki görmədiyim bir-bir gəzəcəm bütün otaqları ki, daha ətraflı məlumata sahib olum.